Salam, dəyərli müəllimlər, tələbələr, abituriyentlər. CV üzrə bərabər sürətli hərəkətdə gedilən yol və yer dəyişmə. Deməli, yol və yer dəyişməni düz xətli hərəkətdə bilirdik. Yol trayektoriyanın uzunluğu, yer dəyişmə isə trayektoriyanın başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Yəni, maddi nöqtə bir A nöqtəsindən bir B nöqtəsinə gəlibdirsə, burada yol həmən AB qövsünün uzunluğudur. Yəni, bunun radiusu var. Yol AB qövsünün uzunluğudur. Bax, L. AB qövsünün uzunluğudur. Bunu riyazi qaydalarla tapma qaydalarını bilirsiniz. Bu nəzəri məlumatlarda izah olunub. Yer dəyişmə isə AB vətərinin uzunluğudur. Bu isə yenə həndəsədə üçbucağın iki tərəfini bildikdə üçüncü tərəfin tapılma qaydasıdır. Bucaqlara görə kosinuslar teoremi, Pifaqor teoremi və ya diametrə bərabər olur, yaxud da yer dəyişmə 0 ola bilər. Və burada eyni zamanda, yəni bu yer dəyişmə bərabər yanlı üçbucağın oturacağıdır. Yəni yan tərəfləri olan bərabər yanlı üçbucağın oturacağıdır ki, bunu da nəzərə almaq lazımdır. Mən nəzəri izahat vermirəm, nəzəri suallar burada. Nəzəriyyəni izah eləmirəm, sadəcə hər bir sual üzrə lazım olan düsturu deyirəm. Deməli, birinci sual. CV boyunca bərabər sürətli hərəkətdə cismin periodu T-dir. Təbii ki, hansı zaman ərzində yer dəyişmənin modulu ən kiçikdir. Burada cavab Y-dir. Niyə? Çünki maddi nöqtə A nöqtəsinə hərəkətə başlayır. Fırlanaraq A nöqtəsinə çatdıqda yer dəyişmə 0 olur və bir periyod vaxt keçir. Yer dəyişmə ən böyükdür T bölü 2 müddətində. Niyə? Maddi nöqtə bir A nöqtəsindən hərəkətə başlasa, periyodun yarısında T bölü 2 müddətində o ən aşağıda olur. Bu zaman ən böyük yer dəyişməni edir. Təbii ki, bizdən ən böyük yer dəyişmənin modulu soruşulmur. Və periyod davam etdikcə yer dəyişmə yenidən azalmağa başlayır. Yəni, T bölü 2-yə qədər yer dəyişmə kiçik idi. T bölü 2-də ən böyük oldu. T bölü 2-dən sonra yenidən kiçildi. Və yəni cavab T bölü 2-dir. Ən böyük qiyməti 2R-dir həmən an, ancaq bizdə onu soruşmur. Üçüncü sualda altta bir periyodda gedilən yolu, bir periyodda tam çevrəni gedir, yəni belə də yaza bilərsiniz. Bir periyodda tam çevrəni gedir, 2 piyeri. Altta bir periyodda da elə 2 piyerin altta birin gedir. Bu da piyer bölək 3-dür. Yəni, periyod zamandır, 2 piyer uzunluqdur. Amma, yəni, bir periyodda tam çevrəni 2 piyeri, altta bir periyodda da 2 piyerin 6-dan birini qət edir. 4də bir periyodda yenə tam periyodda gedilən yol bütün çevrədir. Bu 2 piyer qədərdir. Periyodun 4-dən birində, yəni T bölək 4 müddətində də bir x desək, x olacaq 2 piyerin 4-dən biri. Bu da piyer bölək 2 olacaq. Burada uşaqlar bəzən səhv eləyir. P-ni bizə 3 verib. Yəni, bunu 3R bölək 2 kimi yazsaq, 3-2-yə böləndə 1/5 R. Y alınır. 2də bir periyodda getdiyi yol yenə çevrənin yarısıdır. Yəni, 2 piyerin yarısı elə piyerdir. Cavabı da piyer verib. Çünki tam periyod 2 piyerdir. Tam periyodda tam çevrəni gedir 2 piyer. 2 piyerin də 2də biri piyerdir. Hansı müddətdən sonra nöqtənin yer dəyişmə 0 olur? Tam periyodda. Niyə? Bunu birinci testdə demişdik. A nöqtəsindən başlasa, fırlanıb A nöqtəsinə çatanda yer dəyişmə 0 olur. Hansı nöqtədən başlasa, tam periyodda yer dəyişmə 0 olur. T və T müddətində yer dəyişmə 0 olacaq. Öz əvvəlki yerinə gedir. 4də bir periyodda artıq bunu yol kimi tapmırıq. Bunu həndəsi
üsullarla üçbucağın üçüncü tərəfini tapırıq. Ancaq burada bucağı nəzərə almalıyıq ki, tam periyodda bütün çevrənin dönü 360 dərəcə, 1/4 periyodda isə bir fi bucağı desək ya da alfa bucağı desək, alfa bərabərdir 360 bıraq 1/4 t bölək t, bu da eləyir 90 dərəcə. Yəni 1/4 periyodda 90 dərəcə dönür. R və A'dan B'yə getmişdirsə, bura bir S qoysaq, gördüyümüz kimi bu Pifagor teoremindən həll olunur. S kvadratı bərabərdir R kvadratı üstəgələ R kvadratı, yəni S kvadratımız bərabərdir 2R kvadratı. S'imiz də R kökatda 2'dir. Bunu bəzən müəllimlər tələbələrə əzbərlədirlər ki, yəni məxrəcdə 4 görsəz yer dəyişmə R kökatda 2 şəklində olur. Yəni 9'da da eyni şəkildə məxrəcdə 4 varsa yer dəyişmə R kökatda 2'dir. Bunu bir müddətdən sonra ya da kökatda 2R. Bir müddətdən sonra artıq əzbər yadda saxlaya bilərik. Biz isə əzbər getməyək. Sadəcə istiqamətində dönürsə 4/3 periyodda bax çevrənin 4/3'ün gedir. Yenə burada kiçik bucaqlar 90 dərəcə olacaq. Yəni 360'ın 4'dən 3'ü 270 dərəcədir. Bu da 270 dərəcə, buradan bura böyük bucaqdır 270. 360'dan da 270'i çıxsaq qalacaq 90 dərəcə. Yəni burada cavabımız 90 dərəcə olacaq bu belə. Eğer burada S desək, yenə Pifagor teoremindən getsək, S kvadratı bərabərdir R kvadratı üstəgələ R kvadratı. S kvadratı bərabərdir 2R kvadratı. S bərabərdir R kökatda 2 ya da kökatda 2R. Bu düsturu 10'uncunu gedilən yol sürətlə zamanın hasildir. Sürət 2 pi R'nin düsturundan getsək, 2 vur 3 vuraq, R'imiz 60 santimetr, metrə çevirək 0.6 metr. Vuraq, N'imiz də 10 saniyə. N'imiz də 0.5 saniyə üstü -1. 0.5 saniyə üstü -1. Bir də bu da bizim T'miz var, eləmi? VT 2 pi'nin vuraq T. Bu da bir T'ni əlavə edək. T'miz də 10 saniyədir. Bu da bizim T'mizdir. Vuraq 10. Elə 10'u 0.5'e vursaq 5. 5'i də 0.6'ya vursaq 3. Cevap çıxdı 3. Nəyi səhv elədik? Bu da 2 vuraq 3'ümüz var. 2 vuraq 3'ümüz də var. Onda 2'ni vuraq 0.5'e bu 1'dir. 0.6'ını da vuraq ona, bu 6'dır. 6 və 3'ün 18. Saniyə üstü -1'dən 10'dan sonra da saniyə vardı. Saniyə üstü -1'dən saniyə gedəndə 18 metr. Cavabdır. Burada periyod verilibdir. Periyod 6 saniyədir. Zaman 4 saniyədir. Bu bizim böyük T'mizdir. Bu balaca T'mizdir. Bizə deyilir ki, yolu tapın. L bərabərdir VT. 2 pi R bölək T vuraq T. 2 vuraq, 3 vuraq. R'imiz 0.5 metrdir. Bölək T'miz, böyük T'miz 6 saniyədir. Balaca T'miz 4 saniyədir. Yəni 2'ni 0.5'e vursaq 1. Onda bu elədir 1, bu getdi. 3 dəfə 4'ünü də elə 12, 12'ni də 6'ya vursa 2. Cevabımız 2 metrdir. A variantı. Sadəcə 9 saatdə getdiyi yol. Bunu məntiqdən düşünüb tapmaq çox rahatdır, amma mən sizə düsturla həllini öyrədəcəm. Saatın saat əqrəbinin periyodu bildiyimiz kimi 12 saatdır. Bizə verilən zaman isə 9 saatdır. Və əqrəbin uzunluğu millimetrdən verilibdir. Cavab santimetrdəndir. Ona görə bizim R'imiz 20 millimetr bərabərdir nə? 2 santimetrəyə. Bu doğru cavab deyil, bunu pozaq. Burada V bərabərdir 2 pi R bölək T'dir.
Onda L də bərabərdir VT. Yəni VT 2 pi r bölək T-ni vururuq balaca T-yə. Yəni L olsun, bizim yolumuz L olsun. Yol. Şərt olaraq yolu L ilə işarət etdik. 2 vuraq pi-miz 3'dür. R-imiz 2 santimetrdir. T-miz 6'dır. Balaca T-miz də 4'dür. 2 dəfə 3'ün 6 ixtisar getdi. Cavab 8. Yox, bu da səhv yazdıq. Yuxarıdakı məsələdəydi o. Böyük T-miz 12 saatdır. Balaca T-miz də 9'dur. Elə bunlar ilə də 12 ixtisar getdi. Qaldı 9. Cavab 9. B. Saatın 40 mm uzunluqlu saniyə qəbin uz nöqtəsinin 45 saniyədə. Buradan periyodda T-miz 60 saniyədir. Balaca T-miz 45 saniyədir. Yəni saniyə qəbinin periyodu 60 saniyədir. Səhv olunan zaman 45 saniyədir. Baxan kimi görürük ki 4'də 3'üdür. Yenə düsturdan gedirəm. L bərabərdir sürət, yəni 2 pi r bölək T vuraq zaman bərabərdir. 2 vuraq, 3 vuraq. R-imiz 40 millidir. Bu da 4 sant eləyir. 40 millimiz 4 santimetrdir. Santimetr. Bölək periyodumuz 60 saniyə. Səhv olunan zamanımız 45 saniyə. Saniyələr ixtisar gedəndən sonra deməli burada elə 2 dəfə 3'ün 6 ixtisar getsin 10 qalsın. 4 dəfə də 45'in 180, 180 də ona bölsə elə 18 santıdır. 2 santimetr uzunluq saat əqrəbinin uz nöqtəsinin 3 saatda gedilən yolu bu da tab. L bərabərdir VT. Yəni 2 pi r bölək T vuraq T. 2 vuraq, 3 vuraq. R-imiz nə qədərdir? 2 santimetr. Cavab da santimetrdəndir. Bölək, deməli, saat əqrəbinin. Bu da saat əqrəbinin periyodu 12 saatdır. Bunu bilirik də yəqin ki. Sərf olunan zaman da 3 saatdır. Deməli, bunu bölük 12 saata. Bu böyük T 12'dir. Vuruq 3 saata. Elə bunların hamısının hasili 12 elədi. Getdi. Cavab elədi 3. 15-ci sualımız. Saatın 4 cm uzunluqlu saniyə əqrəbi. Burada da yolu soruşur. Saniyə əqrəbi bu bizim zamanımızdır. Saniyə əqrəbinin periyodu isə nə qədərdir? 60 saniyəni kim dedisə düz dedi. 60 saniyə. Bu 1 dəqiqədir. Bəli, 1 dəqiqə deyənlərə düz deyir, amma 60 saniyədə doğru cavabdır. Onda V'miz yenə 2 pi r bölək T'dir. L'imiz də VT'dir. Yəni VT'dir. 2 pi r bölək T vuraq T'dir. 2 vuraq, 3 vuraq. Yerimiz neçədir? 4 santimetr. 4 bölək. Deməli 60 saniyə vuraq 15 saniyə. Elə bu 2 dəfə üçün 6 eləyir. Məsələn 4'ü 15'ə vursaq nə eləyəcək? 60. Bu 60'dan geçsin, elə cavab 6'dır. 6 santimetr. Yəni mən belə hesabladım. Hesablamada səhvə yol versəm üzrü hesab edin. Yəni özünüz də hesablaya bilərsiniz. Hesablamanı yerinə yetirərkən həmişə diqqətli olun. Adətən tələbə müəllimdən diqqətli olur bəzən. 20 millimetri 2 santimetr kimi göstərək. Deməli yenə saat əqrəbindən söhbət gedir. Bu da böyük T'miz, yəni 12 saatdır saat əqrəbində. Balaca T'miz 6 saatdır. Və yenə yolu soruşur. Yenə L bərabər VT, V'nin yerinə yenə 2 pi r bölək T yazsız. Vuraq balaca T, 2 vuraq, 3 vuraq. Yerimizi 2 milli veribdir. Böyük 12 saata bölürük. Vuraq 6 saata. Və bunlar hamısı ixtisar getdi, qaldı 6. Cavab 6. Və nəhayət 30 dəqiqədə eyni məsələdir. Nəyə görə? Çünki yarısıdır. Bax, görürsən 6 saat bu 12 saatın yarısıydı. Bu da 30 dəqiqə, 60 dəqiqənin yarısıdır. Yəni yarım periyodu bunu pi r ilə də gedə bilər. Elə cavab 90 mm, o da 9 santidir. Baxan kimi 9 santını tapıram. Amma necə rahat tapdığımı deyim. T saat bərabərdir. T dəqiqə bərabərdir. Yəni 60 dəqiqə. 60 dəqiqə 30 dəqiqənin
2 qatıdır. Yəni periyod bunun yarısıdır. Onda elimiz bərabərdir. VT 2 pi r bölək t vuraq t 2 vuraq 3 vuraq millimetri santimetrə çevirəm 3 santimetr. Çünki cavab santimetrədəndir. 2 vuraq 3 vuraq bir də 3 santimetr. Vuraq bölək t'miz nə qədərdir? 60 dəqiqə vuraq 30 dəqiqə. Yəni burada iqtisad edəndə aşağıda 2 qalır. Onda bərabər 2 vuraq 3 vuraq 3 bölək nə? 2. Bunlar iqtisad getdi, cavab 9'dur. 4'də 3'də yer dəyişmə. Bunu bayaq elədik. R kökətdə 2'dir. Təkrardır bu. Yəni 4'də 3'də belə dönsə 90 dərəcə bucaq əmələ gəlir. R Pifagorla gedəndə S kvadratı bərabərdir R kvadratı üstəlik R kvadratı. S kvadratı bərabərdir 2R kvadratı. S bərabərdir R kökətdə 2. Cisim A nöqtəsinə çevir üzrə yer dəyişməsi modulu ən böyükdür. 2 nöqtəsinə çatanda. Bu da fikir verirsiniz. A-dan 1'ə məsafə, A-dan 5'ə məsafə, 3'ə məsafə, 4'ə məsafə. Ən böyük 2'dir. Yəni S2 ən böyükdür. Və yəni bu maddi nöqtə yer dəyişməsi qarşı tərəfə çatanda ən böyük olur. Bu da T bölü 2 müddətidir. Yəni soruşulsa. Hansı ki soruşulurdu. Bəzi məsələlərdə. 4'də 1 periyod, yarım periyod. Bunu biraz T bölü 4, T bölü 2 o bir tərəfdədir. Mən birinci T bölü 2 vermişdim, əmi. Solda T bölü 4, sağda T bölü 2. T bölü 4, burada da T bölü 2. Yəni R kökətdəki birinciyə aiddir, artıq bunu bilirik. Getdi yol 2 piyerin yarısı piyer. İkinci buraya getdi. Yol yer dəyişmədən böyükdür həmişə. 3 ortadadır. Sürətin modulu 2V'dir. Sürət dəyişməsinin modulu. Sürət dəyişməsinin modulu yer dəyişməsinin modulundan eyni olur. Ona görə yəni bir dənə V2V söhbəti var. Burada yəni T bərabər T bölü 2 olanda S'imiz bərabər 2R'dir. Sürət dəyişməmiz də 2V'dir. Ona görə də mən burada 2V'dir. 4. 4 buraya getdi. Və radius vektorun dönmə bucağı 90 dərəcədir. Bax, bu da buraya getdi. 5. Onda 1, 5, 2, 4, 3. Çünki 3'ü ortaya yazıbdır burada. Və axıra salıb. 1, 5, 2, 4, 3 D variantı. Yenə T bölü 4, 4'də 3T. Bu da yer dəyişmə R kökətdə 2'dir. Yəni məxrəcdə 4 olanda dedik ki 90 dərəcə ya 270 dərəcə. Hər ikisində yer dəyişməmiz R kökətdə 2'dir. Buraya getdi. Burada yol ikincidə 3 pi r bölü 2'dir. Çünki deməli tam periyoda 2 pi r desək 3 vuraq 2 pi r bölü 4. Bu da 3 pi r bölü 2 alınır. 3 pi r bölü 2 alınır. 2 getdi. Gedilən yol yer dəyişmədən böyükdür həmişə. 3 ortadadır. Radius vektorun dönmə bucağı 270 dərəcədir. 4'də 3 periyodda. Çünki periyoda 360 dərəcə desən 360'ın 4'dən 3'ü 270 dərəcə edir. Buradadır. Və 90 dərəcədir. Yəni 360'ın 4'dən 1'i eləyir 90 dərəcə. Bu da 5. Deməli burada 1, 3, 2, 4, 1, 3, 5 birinciyə gedir. 2, 4 sonra 1, 3. 2, 4 ikinciyə gedir. 1, 3'də ortada da ən axırda yazıblar. Burada deyir ki 50 cm çevrəcə bərabər sürətlə gedən maddi nöqtənin dövlətmə periyodu 10 saniyədir. M nöqtəsindən K nöqtəsinə gələn yer dəyişmək orta sürətinə. M nöqtəsindən K nöqtəsinə gələn cismi yerdə. M-dən K-ya bütün çevrənin yarısını gedib və burada yer dəyişməmiz S bərabərdir 2R'dir, düzdürmü?
və bu da 50 santimetr olduğuna görə 0,5 metr olduğuna görə 2 bölü 0,5 bərabərdir 1 metr. Və t-də bərabərdir 10 saniyədə yer dəyişməyə görə orta sürət və yer dəyişmə bərabərdir. S bölünsün t 1 metr bölək 10 saniyə 0,1 metr bölək saniyə, bu da c 22. 23 də oxşardır. Bu biraz şagirdlərə çətin gəlir 23. Mən burada yenə periodun yarısından söhbət gedir. Artıq biz periodun yarısında yol və yer dəyişməni göstərmişik. Periodun yarısında gedilən yol CV-nin yarısıdır. Yəni L bərabərdir CV-nin yarısı. Yəni 2 Pierre'in yarısı. Pierre. S bərabərdir 2R. Onda. Deməli V orta yolun, V xətti sürətin, V yer dəyişməyə görə sürətə nisbəti, yolun yer dəyişməyə nisbətidir. Onda V xətti sürətin, V yer dəyişməyə görə sürətin nisbəti, Pierre'in 2R-ə nisbətidir. Bu da pi bölü 2'dir. Onda. Deməli, bizim xətti sürətimiz 2/1'dir. Bölək, yer dəyişməyə görə sürətimizi axtarırıq. Pi'mizin qiyməti 3'dür. Və buradan yer dəyişməni tənasübdən tapsaq 1/4 edir. Yer dəyişməyə görə orta sürət xətti sürətdən 1/5 dəfə az oldu yarım period üçün. 24-cü sualımız 15 dəqiqə ərzində sağın uc nöqtəsinin getdiyi yol yer dəyişmədən. Yəni burada gördüyümüz kimi 15 dəqiqə ərzində deyir. Böyük T'miz bərabərdir 60 dəqiqədir. Balaca T'miz 15 dəqiqədir. Və buradan bura gedəndə elə 12'nin üstündən 3'ün üstünə gəlir də. Yəni 60 dəqiqənin 4'dən 1'in gedir. 90 dərəcə dönür. Və burada yolumuz bütün CV-nin yarısıdır. 4'dən 1'dir. Yer dəyişməmiz isə Pifaqor teoremindən tapılır. Yəni L'imiz bərabərdir 2 Pierre'in 4'dən 1'i Pierre bölü 2. Yer dəyişməmiz də bərabərdir 2R. Yox. S kvadratı bərabərdir R kvadratı üstə gələ R kvadratı. S kvadratı bərabərdir 2R kvadratı. S bərabərdir R kökətdə 2. Və yolumuz Pierre bölü 2'dir. Yer dəyişməmiz də R kökətdə 2'dir. Onda yolun yer dəyişməyə nisbəti Pierre bölü 2'nin R kökətdə 2'yə nisbətidir. R ixtisar getsə, pi'mizi 3 verib. 3 bölü 2 kökətdə 2. Bu da cavabdır. 9 saat ərzində saat əqrəbi 9 saatda yenə eyni qaydada 90 dərəcə dönür. Yəni 270 dərəcə dönür. Bax buradan 12'dən 9'a gəlir. 270. Ancaq kiçik bucaq bütün CV-nin 4'dən 3'ün gedir. Ancaq kiçik bucağımız 90 dərəcədir. Burada L bərabər bütün CV-nin 4'dən 3'ü 2 Pierre 4'dən 3 bıraq 2 vur 3 vur R 9 R bölünsün 2. Pi'ni 3 verib biz də 3 yazdıq. Yer dəyişməmizi bunu dəfələrlə tapmışıq. Pifaqor teoreminə görə 2R edir. Artıq biz bunu bilirik dəfələrlə. 2 4'də 1 periyodda ya bir də 4'də 3 periyodda R kökətdə 2'dir. Deməli onda 9 R bölü 2'ni böldük R kökətdə 2'yə. Bu da 9 bölü 2 kökətdə 2'dir. 26-cı sualda Sıfırındakı saniyə mənfi bir tezliklə radiusu
2 millimetre olan çevre. Müşahidə başlandan 2-15 saniye sonra yer değişmesini hesaplayın. Bu biraz çətin kimi gəlir ilk baxışdan, amma bu da eni tapsaq, yəni dövrlərin sayını balaca en vuraq t ilə gedə bilərik. Balaca enimiz 0.2'dir. Budur. T'miz də budur. Vuraq 2.5. Cavab çıxır 0.5. Yəni böyük enimiz 0.5 o demək ki, çevrənin yarısını gedib. Bax belə. Çevrənin yarısında yer dəyişməmiz 2 bunu bilirik. Yəni 2 erimiz 2 metrdir. Elə 2 vur 2 4. Bu variantı. Radiusu 3 metre olan çevrə ilə bərabər şərtli hərəkətdə cismin dövr etmə tezliyi 0.1 saniyə üstü -1'dir. 5 saniye ərzindəki yer dəyişməsini tapın. Yəni burada yenə həmən üsulla gedə bilərik. Amma burada belə bir üsuldan da istifadə edə bilərik. Yəni söhbət 27-dən gedir. Aşağıda boşluq vardı yenə. 27'nin həllini buraya yazıram. T bərabər 1/n. Bu bizim n'imizdir. Bu n'dir. 1/0.1 bərabərdir 10. Balaca t'də 5'dir. Buradan baxan kimi görürsünüz ki, periyod yəni t bərabər t/2'dir. Yəni 5 onun yarısıdır. Yarım periyodda da yer dəyişmə 2 idi. Yəni bayaq yarım dövr kimi tapmışdıq. İndi yarım periyod kimi tapdıq. Yəni eyni cavab aldıq. Yəni A'dan B'ye yuxarıdan aşağı gedir. Yəni sağdan sola gedir. Fərqi yoxdur. S'imiz 2R'dir. S bərabər 2R. R'imiz 3 metrdir. 2 dəfə 3'ün 6. Və 28-ci sualımız. Radiusu 50 cm, yəni R bərabər 0.5. R bərabər 0.5 santimetr metre çevirək. 0.5 metr. K nöqtəsindən iki cisim eyni anda əks istiqamətdə, birinin sürəti 2, digərinə 1 metr bölü saniye sürətlə hərəkətə başladır və cisimlər ilk dəfə neçə saniyədən sonra, bu da iki cisimdir. Elə bir cismin birini yan yana qoyaq belə, çevrəni belə tənortdan kəsək. Çevrəni tənortdan kəsək, çevrə bir düz xətt kimi açıldı və bu cisimlər əks tərəfə hərəkət edir. Ortadakı yol elə bir 2 piyerdir. Ama buradan buraya kimi 2 piyerdir. Elə bir 2 piyer məsafəmizdə karşı karşıya gelen iki cisimdir. Ona göre T bərabərdir 2 piyer bölək V1 plus V2. 2 vuraq, 3 vuraq. 0.5 bölək V1 plus V2. 1 plus 2. Bərabərdir 3 bölək 2. 3 bölək 3 elə 1'dir cevap. Cevap 1'dir variantı. Radiusu 20 metre olan çevrenin K nöqtəsindən iki cisim eyni istiqamətdə 2 metre 5 və 2 ilə kesilir. Cisimlər ilk dəfə neçə saniyədən sonra görüşər. Deməli, bunlar da eyni istiqamətdə başlayır. Təbii ki, keçən kimi sürətli olan, yavaş olanı keçəcək. Və başlanğıc anda bunlar arasındakı məsafə eyni nöqtədə olmağına baxmayaraq, yəni bunlar 2 piyer məsafədən sonra görüşəcəklər. Yəni bunlar arasında elə belə deyək ki, biri 5'dir, biri 2'dir. Bunu belə təsvir edək ki, nə qədər məsafədən sonra bunlar görüşəcək. Bu başlayan kimi ötdü, belə ötdü, bunu keçdi, getdi. Və o balaca olan elə bir dala qaldı. Dala geri qaldı. Geri qalmağına baxmayaraq, həm də bu qədər qabağa düşdü. Elə bir belə fikirləşək. V2 bərabər olsun 2, V1 də yəni ki 5 idi. Və ortada, indi bu bunu ötdü. Biz bunu qabaqda kimi görürük.
Amma əslində fırlanıb gəlib o birinə çatacaqdı. Yəni V2-ni qabağa götürürəm, V1-i geri götürürəm. Və ortada 2 pi qədər məsafə götürürəm. Bunun sürəti 5, bunun sürəti də 2 götürürəm. 5-dən 2-ni çıxsam 3, t bərabər 2 pi bölək V1 çıx V2. Deməli 2 pi bizdə radius nə qədərdir? Radius 20 metrdir. 5, 2. Deməli 2 vuraq, 3 vuraq, 20, 5 çıxaq, 2. 2 vuraq, 3 vuraq, 20 bölək, elə 2, 3. 7 cavab 40 alındı. 40 saniyə sonra buna çatacaq. Çevrəcə saat əqrəb istiqamətinə bərabər sürətlə hərəkət edən cisim 10 saniyə müddətinə 45 metr yol gedir. Və A nöqtəsindən B nöqtəsinə gələn cismin yer dəyişməyə görə orta sürətini tapın. A nöqtəsindən B nöqtəsinə gəlib. Düzdür, yolu çoxdur bunun, amma yer dəyişməsi elə budur. 90 dərəcə. 4-də 3 periodda, yəni yer dəyişmə budur. Deməli, S kvadratı bərabərdir. R kvadratı üstə ilə R kvadratı bərabərdir 2R kvadratı. S bərabərdir R kökətdə 2. Və 45 metr yol gedir. Yolumuz isə demək, bu da söhbət nədən gedir? Yolumuz bütün cəvənin 4-dən 3-üdür. Bu 4-də 3 bıraq 2 piyerdir. Və pini verməyib, eləmi? Pin amma verməli idi. Bu 45'dir. Deməli 4'də 3 bıraq 2 piyer 45'dir. Bərabərdir. 45'e 45'i bırak 4'e 90 180 6 piyer beraber 180. Deməli pi vur erimiz beraberdir 30'a. Pini de 3 götürsək onda erimiz 10 etdi. Erimiz 10'sa bu da 10 kökatda 2. 10 kökatda 2 etdi bu. Bizim nəyimiz? Yer dəyişməmiz. Yer dəyişməyə görə orta sürətdə zamanımız 10 daxı. 10 kökətdə 2'ni böləm 10'a ilə cavab edir nə? Kökətdə 2 cavabçı. Bununla bu mövzu yekunlaşdı. Ola bilər 1-2 məsələ anlaşıqsız olar. Onu yenidən təkrar baxın. WhatsApp'da yaza bilərsiniz, əlaqə saxlaya bilərsiniz, soruşa bilərsiniz. Bildiyiniz kimi bu suallar elədir ki, bunu uzun izah eləyəndə maraqsız gəlir uşaqlara. Sürətli izah eləyəndə, üstündə izah eləyəndə də geniş, tam bəzi suallarda qavramaq çətin olur. Amma başa düşənlər üçün burada çox gözəl izahlar var idi. Yəni anlayanlar üçün ipuçlarını götürüb özləri fikirləşməklə təkrar yaza bilir. Diqqətinizə görə minnətdaram. Sağ olun.